Qədir Xum ona görə böyük bayramdır. Sabah elə bir gündür ki, o qədər sözlər deyiblər. Sabahın əməlləri haqqında elə sözlər deyiblər ki, sabahı daha insan qəflətdən keçirsə heç nə. Sabahın bir dənə orucu deyirlər, bir dənə oruç tutasınız inşallah sabah, elə bir bütün ömrünüzü orucla keçirirsiniz. Bir dənə sabah. Qəzası olan qəza, qəzası olmayan müstəhəbbi tutsun. Bir gün sabah tutmağınız elə bir ömür oruç tutdunuz və bunu ilə yanaşı hər ilivizə elə bil Allah deyir, hər ilə hədis qəribə söz deyir, 100 dənə həccə getmisən, 100 dəfə də ümrə ziyarətini eləmisən, hər il və 100 o cürünə savab verər Allah Teala. Ki sabah bir dənə oruç tutmağına. Bütün dünya müsəlmanlarına bəllidir ki, müsəlmanların iki bayramı var, Ramazan və Qurban. Onu da qeyd edək ki, Şiə əqidəsinə görə dırnaqarası Qədirxum adlı bayram Ramazan və Qurban bayramından üstündür. Bu azmış kimi həcc ziyarətindən də üstündür. Biz bugünədək şiələrin İslam dininə, Qurana və heç bir İslam əxlaqına sığmayan fətvalarını çox eşitmişik. Misal üçün bir neçəsini qeyd edək. İmamlardan övlad şəfa istəmək, imamların peyğəmbərlərdən üstün olması, imamların qeybi bilməsi, Quranın təhrifi, Kərbəlanın həcdən üstün olması, cinsi dəyişmək, südəmər uşağın budlarına, əuzubilləh ardını demirəm, yarım saatlıq siğə, bakirə qızla siğə, cənnətdə kişi ilə, qadın qadınla evlənə bilər, bacı qardaşının yanında sinəsini aça bilər, imamın qadını kişi, kişini də qadın etməsi, siqaretin orucu pozmaması və s. Bu kimi misalları çox çəkmək olar. Görəsən bundan sonra İslamda olmayan nə yeniliklər gətirəcəksiniz?